Salam uşaqlar, bugün sizə faiz nisbət tənasübün ikinci hissəsini çəkirəm. Yenə nümunələr əsasında tapşırıqları sizə başa salaraq bu mövzunda nəzərinizə çatdırmağa çalışacağım. 7-ci suala baxaq. Velosipedçi 15 km məsafəni 2,5 saata gedir. O həmin sürətlə 1 dəqiqəyə nə qədər yol gedər? Həmin sürətlə. Biz bu sualın cavabını tapmaq üçün nə etməliyik? Sürəti tapmalıyıq, bəli. Çünki sürəti bilmirik. Sürət necə tapılır? Bizim yol məsələlərində ən çox istifadə etdiyimiz bir düstur var. S bərabərdir V vurulsun T. Bunu qayda dəftərinə yazmağımız lazımdır. S yol deməkdir. Yəni yol nə qədərdir? V sürət deməkdir. Sürət. T isə zaman deməkdir. Yəni neçə dəqiqəyə və yaxud neçə saata gedir yolu. Yəni bir avtomobil məsələn 2 dəqiqəyə 20 km saat 20 km dəqiqə sürətlə nə qədər yol gedər? Məsələn, necə həll edərik bunu? Məsələn, bizə deyir ki, bu tapşırıqda yoxdur, ümumiyyətcə izah edirəm. Tak ki, bizə V-ni verib 10 metr dəqiqə verib. T-ni verib 2 dəqiqə. Yolumuz neçə olacaq? Yolu necə tapırıq? V vur T. V-ni T-yə vurarıq. 2 bərabərdir 20 metr yolumuz var. Eləmi? Məncə bu aydın oldu. Bunu məncə qayda dəftərinə yazın. Bunu qayda dəftərinə yazdınızsa, mən bunu silim. Bu çox vacib düsturdur. Yəni, bütün siniflərdə, 4-cü sinifdən bəri bütün siniflərdə istifadə olunan düstur. Davam edək. Deməli, S yoldur. Yolu bizə verib 15 km. Yazaraq bura 15 km. S bərabər 15 km. Sonra 2,5 saat. Saat ara yazırıq sürətə, yoxsa zamana? Təbii ki, zamana yazırıq. 2,5 saat. Bizdən deməli 1 dəqiqəyə nə qədər yol gedəcəyini soruşur. Həmin sürətlə. Biz sürəti bilmirik. Yəni sürətimiz sualdır. V-ni necə taparıq? Deməli, biz bu düsturdan sizcə V-ni necə taparıq uşaqlar? Baxaq. Hasildir bu. Vuruq, hasil. Vuruğu necə tapırlar? Hasili bölürlər o biri vuruğa. Yəni biz buradan bir ox çəkirik, bir dənə düstur yaradırıq. V bərabərdir. Bu məchul vuruqdur, bilinmir. Hasilimiz S-dir. S-i bölürük o birisi vuruğa. Burada biz V-ni tapmaq üçün S-i böləcək T-yə. S neçədir? 15 km. T-də 2,5 saatdır. Amma bölməzdən əvvəl baxırıq burada bizdən dəqiqə verir. Cavabda da metr istəyir. Deməli biz 15 km metrə çevirməliyik. 1 kilometr 1000 metrdir. Yəni 15-i 1000-ə vuracaq. 15.000 metr. Və hesablayanda bizə 1 dəqiqə deyir deyə saatı dəqiqəyə çevirməliyik. 2,5 saatı dəqiqəyə necə çevirə bilərik? 1 saat neçə dəqiqədir uşaqlar? 60 dəqiqə. 2,5-i 60-a vursaq neçə edər? 150. 150 dəqiqə edər. Nəyə görə? Çünki biz bunu alt-alta vuranda görürük ki, baxın 0, 30, 3 yadda 15 eləmi? 1500 edəcək. Və burada vergüldən sonra bir dənə ədəd rəqəm var deyə bir dənə buradan vergül atırıq və bu 0 artıq bizə lazım olmur. 150. Mən bunu silim. Yəni başa salmaq üçün yazdım. 5-ci sinifdə artıq bunu öyrədirlər. 150 dəqiqə edir. İndi biz burada düsturun yerinə S böl T. S-in yerinə baxın, S-imiz S neçədir? 1500 metr. 1500. Daha doğrusu 15.000. T-imiz 150 dəqiqə. Bölürük 150-yə. Baxın, burada ixtisar gedir 0. 15-də ixtisar gedir. Qalır 100. Nə? 100 metr bölünsün dəqiqə. Nəyə görə? Çünki S-i böldük T-yə. Yəni yolu böldük zamana. Yəni bu da belə, bu da böl işarəsidir.
Ona görə belə ifadə olunur kəmiyyət olaraq. Sürət həmişə belə ifadə olunur. Əgər kilometr saat olaraq qalsaydı, yazacaqdıq kilometr bölünsün saat. Amma biz onu metrə, o birində dəqiqəyə çevirdik. Ona görə belə yazırıq. O həmin sürətlə bir dəqiqəyə nə qədər yol gedər? İndi gedək digər şərtimizi yazaq. Təzdən S bərabər V vur T. Yolu tapacağıq. S-i necə tapırıq? V-ni T-yə vurmaqla. V-miz neçədir? Bayaq tapdıq. Baxın, V-mizi tapmışıq. 100 metr. Metr böl dəqiqə. T-miz neçədir uşaqlar? T-ni bizə təzdən verdi. Baxın, təzdən bizə T verib. Yəni zaman verib. 1 dəqiqə verib bizə. Dəqiqə. Aha. S-i necə taparıq? Dedik axı V-ni T-yə vurmalıyıq düsturda. V 100-dür. T-də 1-dir. 100-ü 1-ə vuranda neçədir? 100. Nə yazırıq? Metr yoxsa kilometr? Təbii ki, metr. Çünki biz burada metr qoymuşuq. Metr. 100 metr. Baxırıq cavablara. 100 metr. Bəli, C variantı. 8-cini də özünüz həll edirsiniz. Daha doğrusu 7-ciyə baxaraq həll etməyə çalışırsınız. Çətin deyil. Sadəcə mən izah edəndə biraz uzun-uzadı yazdım da elə oldu. Əgər başa düşdünüzsə 8-də çox rahat şəkildə yazacaqsınız. 11. 40 kvadrat metr döşəməni rəngləmək üçün 6 kiloqram boya işlənirsə, 20 kvadrat metr döşəməni rəngləmək üçün nə qədər boya lazımdır? Birinci, bunları həll eləmək üçün düz mütənasib yoxsa tərs mütənasib olduğuna baxmaq lazımdır. 6 kiloqram boya, 20 kvadrat metr döşəmə üçün isə nə qədər boya lazımdır? Əgər bunun həcmi, yəni yeri, sahəsi daha doğrusu artıbsa, deməli ona daha çox boya lazım olacaq. Yəni əgər 40 kvadrat metr bu qədərdirsə, 20 kvadrat metr daha balaca olacaq və ona daha az boya lazım olacaq. Yəni əgər sahə azaldısa, təbii ki, lazım olan boya da azalacaq. İkisi də azalırsa, deməli düz mütənasibdir. İkisi də çoxalırsa, yenə düz mütənasibdir. Düz mütənasibdir. Əgər biri azalır, biri çoxalırsa, bu zaman tərs mütənasibdir. Burada ikisi də azalır deyə, yəni sahə azalanda lazım olan boya da azalır deyə düz mütənasib olacaq. Və düz mütənasibdə həll olunma qaydasını bilirsiniz. Buraya x yazırıq. 40 böl 20 bərabərdir 6 böl x. Əgər tərs olsaydı, biz 6 böl x yox, x böl 6 yazacaqdıq. Amma düz mütənasibdir deyib belə yazırıq. Yəqin ki, bunun həll olunma qaydasını bilirsiniz. Çarpaz vuracaqsınız. 40-ı x-a vururuq. Bərabərdir 20-ni də 6-ya vururuq. 40x bərabərdir 120. X necə taparıq? 120-ni 40-a bölməklə təbii ki. Çünki vuruq hasil dedikdə hasili digər məlum vuruğa bölüb məchul vuruğu tapırıq. X bərabərdir 3. Cavab 3 olacaqdır. 12-ci. Tənasübün orta hədləri 24 və 18. Kənar hədlərindən biri 27 olarsa o biri kənar həddi tapın. Əgər birinci videoya baxmısınızsa bunu da yaza biləcəksiniz. Amma gəlin bir yerdə həll edək. Orta hədlər 24 və 18. Yadınızdadırsa demişdim, orta hədlər bərabərin yanında olanlardır. Birini bura yazaq, birini bura yazaq. Kənar hədlər necə olacaq? Bura bölmə işarəsi yazaq. Aha. Kənar hədlərin də biri 27, bura yazaq 27. İstəsəniz bu tərəfə də yaza bilərsiniz. Fərq yoxdur, mən bura yazdım. Bu tərəfdə x yazaq, o biri kənar hədd bilinmir və onu tapacağıq. Bunu həll etməyi digər videomuzda öyrətmişdim. Deməli, orta hədləri bir-birinə vuracaqsınız, kənar hədləri də bir-birinə vuracaqsınız. Yəni 27-ni vuracaqsınız, x-a bərabərdir. Sonra 24-ü 18-ə vuracaqsınız. Bunları həll edəcəksiniz. Əslində asan həll eləməyin yolu var. Zaten siz bunun cavabını tapandan sonra siz bunun cavabını nə edəcəksiniz? Bunun cavabını böləcəksiniz 27 eləmi? Kəsrlə böləkdə. Aha. Burada ixtisarla eləyə bilərsiniz. Məsələn, 9-a bölsək bu ikisini 3. Sonra bu 3-lə 24-ü bu 1 eləyəcək, bu 8 eləyəcək. X bərabər olacaq 16. Yəni məcbur deyil bunu hesablayasınız. Yəni bunu belə də saxlayıb aşağıdan böl işarəsi yazıb 27-yə böləcəksiniz də onsuz axırda. Yəni belə ixtisarla da eləyə bilərsiniz. Sizə necə rahatdırsa. Təbii ki, belə daha rahat və tez üsuldur. Çünki 24-18-ə 2 saat alt-alta vurmaqdansa zaten belə həll eləmək daha rahatdır.
İndi 13'ü də məncə özünüz həll edə bilərsiniz. Belə saxlayıram. Özünüz şəklini çəkin, həll etməyə çalışın. Keçək digər bir tapşırığa. 9 saata 92 detal hazırlayan usta eyni məhsuldarlıqla işləsə, 28 detal neçə saata hazırlayar? Əgər bu ustaya 9 saat verilibsə, 42 detal hazırlayır. 28 detal təbii ki, daha az saata hazırlayar. Yəni 9 saat 42 detal, gəlin yazaq, yazanda daha aydın olur. X saata bilmirik neçə saatdır. 28 detal hazırlayar, eləmi? Aha. İndi az detal verilibsə, daha tez qutarar. Baxın, ikisi də azaldı. Əgər detal sayı azalırsa, onu daha tez eləyib qutarır. Yəni ikisi də azalır və düz mütənasibdir. Dediyim kimi, ikisi də azalırsa düz mütənasibdir, ikisi də çoxalırsa yenə düz mütənasibdir, amma biri azalır, biri çoxalırsa, bu zaman tərs mütənasib olacaq. Bizdə ikisi də azalır deyə düz mütənasibdir. Düz mütənasib. Məncə bunu özünüz həll edə bilərsiniz. Düz mütənasib necə həll olunur? Baxın, yuxarıda həll etmədim deyəsən, amma asandır. Bayaq sahəni necə həll eləmişdiksə, dedik 40 kvadrat metrdən 20 kvadrat metrə necə düşübsə, burada da elə olacaq. Yəni göstərmək istəyirsinizsə yenidən onu. Baxın, burada necə həll elədiksə, orada da elə həll edəcəksiniz. Çox rahatdır. Məncə özünüz həll edə bilərsiniz. Kəsir kimi yazsanız həll edəcəksiniz. 15, 600 ədədi 3, 4, 5 ədədləri ilə mütənasib hissələrə bölünmüşdür. Bunu ədədi necə mütənasib hissələrə bölmək olar başlığı altında bir video çəkmişdim. Oradan baxa bilərsiniz necə həll olunur. Qısaca bir ipucu verim. 600'ü belə yazırsınız. 600'ü bölüb hissələrə bölüb 3'səyə bölüb 3, 4, 5 nisbətində bölüb 3, 4, 5. Təbii ki, 3-ün üstünə 4 üstünə 5 gələndə 600 eləmir. Ona görə biz bura hərflər əlavə eləməliyik. Dediyim kimi, əsasən K əlavə olunur. Yerinə istəsəz A qoya bilərsiniz ya X qoya bilərsiniz. Mən K istifadə edəcəm yenə də. Yəni bölünübsə, deməli bunların cəmi 600 eləməlidir. Yəni 3K üstə gəl, 4K üstə gəl, 5K bərabərdir 600. Davamını məncə həmin videoya baxıb əldə edə bilərsiniz. Ən kiçiyini istəyir. K-nı tapandan sonra gətirib yerinə qoyursunuz, həmin ədədləri tapırsınız və ən kiçiyini götürürsünüz variant olaraq. 16 da eyni şəkildə burada düz mütənasib hissələrə bölünüb hər birində. Baxın, düz mütənasibdir. Qeyd olunmayıbsa düz mütənasibdir. Qeyd olunanda tərs mütənasib olacaq. 17. Gücü eyni olan 6 nasos hovuzu 8 saata doldurur. Həmin hovuzu 3 saata doldurmaq üçün bu nasosların neçəsi lazımdır? 6 nasos 8 saata doldurursa 3 saata doldurması üçün bizə nə qədər nasos lazımdır? X nasos lazımdır. İndi burada baxırıq ki, saat azalırsa, görək nasos azalacaqmı? Baxın, bizə bir hovuz veriblər. 6 dənə nasos açmışıq və 8 saata doldurur. Bu tez dolması üçün, daha tez dolması üçün azmı nasos lazımdır? Təbii ki, yox. Əgər nasosumuz çox olsa, bu daha tez dolacaq. Yəni, artsa nasos, artsa, yazırıq bura, artsa nasos, saat daha tez olacaq. Yəni, saat azalacaq. Baxın, bir də deyirəm. 6 nasosdan əgər, məsələn, 10-15 nasos olsa, biz onu 8 saatdan daha tez doldurarıq da, düz deyil. Saat sayı azalacaq, çünki nasos çoxdur və tez dolduracaq onu. Baxın, biri artdı, biri azaldı. Bu zaman nə olacaq? Bu zaman tərs mütənasib olacaq. Tərs mütənasib olanda necə həll edirik? Baxın, 6 böl x bərabər. 8 böl 3 yox. 3 böl 8. Çünki tərs mütənasib deyil. Biz bunların yerini dəyişdik. Düz olsaydı 8 böl 3 olacaqdı. Amma tərs deyil 3 böl 8. Məncə bundan sonrasını həll edə bilərsiniz. Çarpaz şəkildə vuraraq həll edəcəksiniz.
18. Tarlanı 10 günə şumlamaq üçün 6 traktor lazımdır. Həmin tarlanı 6 günə şumlamaq üçün neçə traktor lazımdır? Yenə baxırsınız tərsdirmi, düzdürmü? Ona əsasən hesablayıb yazırsınız. Bugünlük bu qədər. Sağ olun.